Zəbur. 88-ci məzmur. Bir ilahi, Qorah övladlarının məzmuru. Musiqi rəhbəri üçün Ezrahlı Hemanın Maxalet Leannot üstə oxunan maskili. Ya Rəb, ey məni qutaran Allah, gecə-gündüz sənə yalvarıram. Qoy duam sənə çatsın, qulaq as naləmə. Bəlalardan canım boğazıma gəldi, həyatım ölülər diyarına yaxınlaşır. Qəbrə düşənlərin içində sayılıram. Sanki məndə taqət qalmayıb. Elə bil ölülər içinə düşmüşəm, yaddaşından silinmişəm. Köməyindən əlimi üzmüşəm. Məzarda yatan meyitlər kimiyəm. Məni dərin qəbirə, dərin qaranlıq bir yerə saldın. Qəzəbin üstümə gəldi, təlatümün tamamilə məni əzdi. Tanışlarımı məndən uzaqlaşdırdın, onlarda mənə qarşı ikrah yaratdın. Qapalı qalmışam, çıxa bilmirəm. Bu zülmümdən gözlərimin nuru sönür. Ya Rəb, hər gün səni çağırıram, sənə əl açıram. Xariqələrini ölülərə mi göstərəcəksən? Kölgələr mi qalxıb sənə şükür eləyəcək? Məhəbbətin məzarda mı, sədaqətin həlak yerində mi bəyan olunacaq? Xariqələrin qaranlıqda mı, ədalətin unudulma diyarında mı tanınacaq? Mənsə, ya Rəb, səni imdada çağırıram. Duam hər səhər hüzuruna qalxır. Ya Rəb, niyə məni rədd eləyirsən? Niyə məndən üzünü gizlədirsən? Mən uşaqlıqdan məzlumam, ölümcül haldayam. Göstərdiyin dəhşətlərdən çarəsiz qalmışam. Qəzəbin üzərimdən basır. Verdiyin vahimələrdən məhv oluram. Bunlar sel kimi məni dövrəyə salır. Bunlar birgə həmişə başımın üstünə alır. Yarımı, yoldaşımı məndən uzaqlaşdırmısan. Yalnız qaranlıqla həmdəm olmuşam.